Vedrədə yemək, kağız üzərində termos, Xaçmaz xəstəxanasından görünən reallıq. Bəzən bir cümlə kifayət edir. Sən xəstəxanaya ümidlə gedirsən, amma oradan suallarla qayıdırsan. Xaçmaz rayon mərkəzi xəstəxanası ilə bağlı gördüyüm mənzərə məhz belə suallar doğurdu. Xəstə ziyarətinə getmişdim. Düşündüyüm sadə idi. İnsanın ən həssas vaxtında ona qayğı göstərilən bir mühit görəcəyəm. Amma qarşılaşdığım tablo bu düşüncəni darmadağın etdi. Xəstələrə yemək xüsusi tibbi qablarla yox, adi məişət vedrələrində paylanırdı. Bəli, vedrədə. Bu da azmış kimi həmin qabların üzərində it yazısı diqqətdən qaçmırdı. İnsan bu mənzərə qarşısında istər-istəməz dayanıb düşünür. Bu sadəcə səhlənkarlıqdır, yoxsa artıq sistemli laqeydlik? Xəstəxana elə bir yerdir ki, burada gigiyena müzakirə mövzusu yox, mütləq şərt olmalıdır. Amma görünən odur ki, bəzi hallarda bu kağız üzərində qalır. Daha sonra məsələni araşdırmaq istəyəndə ortaya çıxan faktlar vəziyyəti daha da ağırlaşdırır. etender.gov.az üzərindən əldə olunan məlumatlara görə həmin xəstəxana üçün 2025-ci ilin avqust ayında təxminən 24 min manata yaxın vəsaitlə mətbəx ləvazimatlarının alınması üzrə tender keçirilib. Siyahıda isə açıq şəkildə yemək termoslarının olduğu qeyd edilir. Yəni, kağız üzərində hər şey qaydasındadır. Termoslar var, qablar var, sistem var. Amma reallıqda nə var? Vedrə. Bu iki mənzərə, biri sənədlərdə, biri isə gözlə görünən bir-birini təksib edir. Əgər termoslar alınıbsa, haradadır? Əgər alınmayıbsa, ayrılan vəsaitin taleyi nə olub? Əgər hər şey qaydasındadırsa, niyə xəstəxanada bu qədər primitiv və qəbul edilməz üsullara əl atılır? Bu suallar təkcə bir vətəndaşın yox, cəmiyyətin suallarıdır. Burada məsələ təkcə gigiyena ilə bitmir. Bu həm də insan ləyaqəti məsələsidir. Xəstə insan onsuz da fiziki və psixoloji baxımdan zəif vəziyyətdə olur. Belə bir anda ona təqdim olunan münasibət, verilən yeməyin necə və nədə gətirilməsi onun özünü necə hiss etməsinə birbaşa təsir edir. İt yazılmış qabda yemək gətirilən xəstə hansı hissləri keçirir? Bu sualın cavabı çox ağırdır. Əlbəttə, belə halların qarşısını almaq üçün ölkədə məsul qurumlar mövcuddur. Təbib, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi kimi qurumlar həm tibbi xidmətin keyfiyyətinə, həm də sanitariya normalarına nəzarət etməlidir. Amma görünən odur ki, bəzi hallarda nəzarət ya formal xarakter daşıyır, ya da ümumiyyətlə hiss olunmur. Ən narahat edici məqam isə bu cür halların tək-tük deyil, adiləşmək təhlükəsidir. Əgər bugün vedrədə yemək daşımaq adi hal kimi qəbul olunursa, sabah daha ciddi pozuntulara da göz yumulması riski artır. Bu isə artıq sistem problemidir. Biz 21-ci əsrdə yaşayırıq. Texnologiyanın, tibbin sürətlə inkişaf etdiyi bir dövrdə xəstəxanada belə görüntülərlə qarşılaşmaq sadəcə gerilik yox, həm də məsuliyyətsizlikdir. Dövlət vəsaiti ayrılır, tenderlər keçirilir, sənədlər hazırlanır, amma nəticə real həyatda görünmürsə, burada ciddi suallar yaranmalıdır. Bu yazı ittiham yox, sualdır. Amma elə suallar var ki, cavabsız qalanda daha böyük problemlərə yol açır. Xəstəxana divarları arasında baş verənlər cəmiyyətin diqqətindən kənarda qalmamalıdır. Çünki hər birimiz sabah o xəstənin yerində ola bilərik və heç kim yeməyini vedrədə üstündə it yazılmışla qəbul etmək istəməz.